Səbr elə. Çalış, dəyiş vəziyyəti, çalış, cəmaata xidmət elə. Cəmaat üçün çalış. Amma həmin cəmaat səni topa tutacaq. O adamlar üçün ki, sən xidmət edirsən təmənnasız, o adamların sözünün hədəfinə çevriləcəksən. Səni söyəcəklər, təhqir edəcəklər, şər atacaqlar, böhtan atacaqlar. Bunlar hamısı bu yolda olacaq. Da depressiyaya düşüb, yorulub, usanma bundan. Səbrlə davam elə yolva. O qınaqları da özün üçün ləzzətə çevir, o təhqirləri də özün üçün ləzzətə çevir. Denən ki, mən onsuz da cəmaatdan mükafat gözləmirdim ki, bu yola başlayanda. Allah elə ona görə hərdən cəmaatın nankör eləyir ki, görsün sən nə qədər xalissən. Sən xidmət elədiyin sənə qarşılıq olaraq pislik eləyirsə, onun səbri nədir? Səbri budur ki, ilahi, mənə xoşdur ki, bilinsin ki, mən sənin üçün bu işi görürəm. Mən bundan ləzzət alıram. Bundan zövq alıram.